Növbəti sual belədir. Hörmətli cənab Əba Sadiq, ümid edirəm ki, bu e-poçt sizə çatacaq. Mən sadiq bir katolik xristianam və bu həftə sonu sizin haqqınızda öyrəndim. Danışdıqlarınızdan bəzilərini dinlədim və mənə çox maraqlı gəldi. Ona görə də sizə bir neçə sualım var. Katolik bir xristian kimi mən inanıram ki, Allah sevgidir. Bildiyimə görə siz müsəlman mənşəli birisiniz və mənə deyilib ki, müsəlmanlar Allahın sevgi olduğuna inanmırlar. Bütün bunları nəzərə alaraq siz Allahın sevgi olduğuna inanırsınızmı? Məhəmməd Peyğəmbərdən sallallahu aleyhi və aleyhdən bir rəvayət var ki, orada açıq şəkildə deyilir, din sevgidən başqa nədir ki? Peyğəmbər buyurur, din sevgidən başqa bir şeydirmi? Biz də inanırıq ki, həqiqi din məhz budur. Həqiqi din sevgidir. Allahın bütün məxluqatına qarşı qeyd-şərtsiz sevgi. İstər bizimlə eyni görüşləri paylaşsınlar, istərsə də paylaşmasınlar. Allahın bütün məxluqatı, istər insanlar, istər heyvanlar, istərsə də başqa yaradılmış varlıqlar, hətta yer kürəsi də daxil olmaqla bizə əmr olunub ki, onları sevməliyik. Peyğəmbərdən başqa bir rəvayət də var. Allah üçün ən əziz məxluq Allahın övladlarına qarşı ən mərhəmətli olanlardır. Və Allahın övladları onun bütün yaratdıqlarıdır. Buradan da görürük ki, dinin məqsədi istisnasız olaraq Allahın bütün məxluqlarını sevmək, onlara xidmət etmək və mərhəmətli olmaqdır. Beləliklə, bəli, mən razıyam ki, din sevgidir.